Mən Novruz Məmmədov Məmşoğlu 1953-cü ildə Naxçıvan şəhərinin Yeni Yol kəndində anadan olmuşam. Kasıb və çoxuşaqlı ailədə anadan olmuşam. Musiqini mənə ilk dəfə atam aşılayıb, hər zaman uzun qış gecələrində bütün qonşular kənddə hamı yığışardı bizə. Atam qavalda çalardı, oxuyardı, biz də ortalığa düşüb oynayardıq. Gözəl gecə keçirdərdik və ondan sonra mən musiqiyə daha çox bağlandım və yəni elə özümü tanıyandan mən də oxuyuram. Orta məktəbi kənddə 3 il oxudum, sonra Naxçıvan şəhəri internat məktəbinə getdim 6-cı sinifdən sonra. Orada məni internat məktəblərinin direktorlarının simpoziumunda, konsertdə yaxşı oxuduğuma görə məni bəyəndilər və Bakı 8 nömrəli musiqi təmayüllü internat məktəbinə dəvət elədilər və mən ora getdim, orada təhsilimi davam elətdirdim. Sonra oranı bitirəndən sonra Naxçıvan şəhərində 1 il 70-dən 71-ə qədər Dövlət Mahnı Rəqs Ansamblında iştirak elədim, işlədim yəni. Sonra oradan mən gəldim Asosiyalı adına musiqi texnikumuna qəbul oldum. Ondan sonra 3 il oxuduqdan sonra məni Dövlət Konservatoriyasına dəvət elədilər. Texnikumu bitirməmiş, yəni həmin ildə mən Asosiyalıya girdiyim ildə mən Azərbaycanda keçirilən Gənc müğənnilərin Qızıl Payız festivalı oldu. Orada mən qaliblərdən biri oldum. Sonra mən nətərdiyə getdikcə önümdə yaşıl işıqlar yanmağa başladı və məni dəvət elədilər müxtəlif ansambllardan, o cümlədən Həbib Bayramovun ansamblında işlədim, Filarmoniyada. Ondan sonra Ramiz Mustafayevin Dövlət Radio və Televiziya xorunda işlədim və xalq şənliklərində də başladım iştirak eləməyə. Konservatoriyada mən gələcək həyat yoldaşımla tanış oldum, Baharla. Ondan sonra biz ailə qurduq ondan. Konservatoriyada hələ mən 5-ci kursdaydım. O da ikimiz də dövlət yəni diplom müdafiəsində olanda bizim birinci övladımız dünyaya gəldi. Çox mənim dövlət imtahanı verdiyim bir zamana düşdü. Mən imtahana girən vaxtı bütün imtahanın müəllimləri, konservatoriya müəllimləri hamısı ayağa durdu, məni alqışladı. Mən xəbərim yox idi ki, bunların xəbəri var ki, mənim övladım dünyaya gəlib. Çox bir təsir edici bir səhnə idi. Biz konservatoriyanı bitirəndən sonra Gəncəyə təyinatla göndərildik. Orada məktəbə qədər texnikumda dərs verdik. Sonra Qəmbər Hüseynli adına musiqi texnikumunda işlədik və o vaxtki vaxtlar çox çətin vaxtlar idi. Yəni mənfur qonşular bizə hücum eləmişdilər və bizdə də iş də yox idi. Konservatoriyanın müəllimi, əməkdar İnci Sənət xadimi və mənim dostum Fazil Əliyev məni dəvət elədi Amerikaya və mən bu dəvəti qəbul elədim. Birinci dəfə Amerika torpağına ayaq qoyanda mən gəlmişəm tək 92-ci ildə. İl yarımdan sonra yoldaşım gəldi, balaca oğlumla bir yerdə. Ondan sonra o biri uşaqlarım da gəlib çıxa bildi, bizimlə qovuşa bildilər. Allah'ın bu gününə şükür. Sonra belə alındı ki, mən Buxara yevreyləri ilə oturub durmalı oldum.
Çünki onlarla bir yerdə çalışdım. Bir musiqiçi ailəsi vardı. Yəni Mastovlar deyilən 4 qardaş, bir bacı idilər. Onlar da hamısı musiqiçilər idi. Onlar mənə nətər deyir, dayaq oldular. Heç ağlıma da gətirmirdim gəlib çıxacaq bura. Amma ki, mən gəldim bura. Gələndən sonra qayıdıb getmək istəyirdim. Sonra vəziyyət elə oldu ki, gedə bilmədim, qaldım. Gələn vaxtı, yəni Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında olan fərqi görməmək olmazdı. Yəni, amma bizim də bura gəlməkdə özümüzün fikirlərimiz, amallarımız vardı. Biz bura, mənə elə gəlirdi ki, mən çalışıb burada ancaq Azərbaycan incəsənətini, musiqisini təbliğ eləməli idim və onunla da öz sözümüzü deməli idik. Başladıq Azərbaycan musiqisini təbliğ eləməyə, Azərbaycan incəsənətini hər yerdə yaydıq və Birləşmiş Millətlər Təşkilatının binasında konsert verdik və bunu mənfur qonşuların nümayəndələri bu konserti pozmaq istədilər və buna nail ola bilmədilər və biz göstərdik ki, oradakı diplomatların hamısına göstərdik ki, Azərbaycan ayaq üstündədir hələ, yaşayır və mübarizə aparacaq hər yolla. Kim nəyə qadirdir? Musiqi ilə, şeirlə, siyasətlə və hərə öz postunda möhkəm dayanıbdır. Ondan sonra Dünya İncəsənət Muzeyində konsertimiz oldu. Mən saz çala bildiyimə görə bütün konserti məndən xahiş elədilər. Sazla idarə elədim, oxudum və onlar bütün dünyadan gələn qonaqlar, bütün başqa millətlərin nümayəndələri hamısı o sazın səsinə valih oldular və mən çıxanda gördüm ki, artıq eşdə sazın, sözün, bizim qrupmanın nətər deyir, o əməyini qiymətləndirirlər. Bizim o vaxt ki, nətər deyir, kasetlərimiz satılır. 95-ci ildə bizim ulu öndərimiz nətər gəldi New York'a. Biz onunla görüşdük Türk evində və onun bura gəlişi bizi bir daha ruhlandırdı. Heydər Əliyevin millət qarşısında çıxışını görürsünüz burada. Ondan sonra mən də orada görüşdüm. Heydər Əliyevlə rəhmətli və sonra orada gözəl çıxışlar elədi və burada da bizim lazım olduğumuzu qeyd elədi. O görüş Türk evində keçirildi. Orada nəinki Azərbaycanlılar, eləcə də türklər və Azərbaycanı, Türkiyəni, bizim ölkəni sevənlər və bizi tanıyanlar hamı orada ümumilli liderin gəlişinə çox sevinirdi. Yəni bu bir elə ümumilli bir bayrama çevrilmişdi və biz hamımız onun gəlişini bir bayram kimi qeyd edirdik. Hamımız sevinirdik ki, biz də, yəni 92-ci ildə bizi Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul eləyəndə biz elə həmin o münasibətlə də biz orada konsert verdik. Yəni Heydər Əliyevin danışığı hamıya bəllidir. Onun nətər deyir, belə bir çox ciddi,
çox özünə məxsus olan o natiqliyi hamıya məlumdur. Biz bilirik ki, onun danışıqlarının hamısı hamıya gözəl təsir eləyirdi. Hamımız onun bir daha şahid olduq və çox sevindik ki, bizim ümumilli lider bu gün buradadır, Amerikadadır və mənim ona sonralar həsr etdiyim bir mahnım var. Mən o mahnını Azərbaycanda Azərbaycan televiziyasından da səsləndirmişəm. O vaxt bizlə rəhmətlik deyək indi Yaqub Zorovçu o vaxt sağıdır, bizi dəvət elədi ki, onunla beraber konsertlər verək. Yəni biz getdik Kaliforniya ştatına, orada demək musiqiçilərin içində bizim qonşulardan da vardı. Yəni Suren deyilən gitara çalan vardı, Zeynəb də gitara çalanıdır, tar çalanıdır o vaxtlar. O da orada iştirak edirdi. Mənə əvvəlcədən eşitdirməklərinə baxmayaraq ki, Azərbaycan, Qarabağ haqqında oxuma ilə burada biraz nəsə ola bilər ora-bura. Amma buna baxmayaraq mən bir hələ auditoriyanın qabağında konserti Qarabağ şikəstəsi ilə açdım və bu böyük bir anşlığa səbəb oldu. Və mən də arxasında oxuduğum mahnılar da hamısı vətənimizə, dövlətimizə aid, hamımız bizim gözəl Azərbaycanımıza aid olan mahnılar oldu və mən çox sevinirəm ki, o misiyanı yerinə getirə bildim. Yəni haşiyə çıxmaq istəyirəm. Türkiyənin baş naziri Süleyman Demirel gəlmişdi, onunla görüş keçirdik. Bizim ansamblı da ora dəvət elədilər. Ansamblın tərkibində həm də Kəmalə Mirbabayeva var idi, gözəl piyanino çalandı. İndi konservatoriyada işləyir, dərs verir və Fazil müəllimin başlığı ilə biz ora getdik. Yəni mən durdum oxumağa, bizim Süleyman Rüstəmin sözlərini oxudum orada. 1-2 minə yaxın qonaq var idi, bütün zal doluydu. Mən başdan başladım, oxudum. Gəlməsin yad bu gözəl məclisə canan gəlsin, can deyək, can eşidək, can evinə can gəlsin, yurdumu, millətimin, ağ günün görməyəni başqa bir söz demirəm, gözlərinə qan gəlsin. Ondan sonra dedim, bizim yəni Süleyman Rüstəmin dediyi kimi dedim, musiqi məclisi əlbəttə şeirsiz olmaz, çağırın məclisə hörmətlə Süleyman gəlsin deyəndə Süleyman Demirel qalxdı ayağa. O da bilmədi ki, mən elə Süleyman Rüstəmin sözlərini o dedi, bəs mən ona görə dedim. O ayağa qalxanda bütün o zalda olan 1-2 min adam qalxdı ayağa. Çıxışımızı qiymətləndirdilər. Sonra buradakı baş verən o bütün yığıncaqlarda, bayram paradlarında uşaqlarım da mənlə beraber iştirak edirdilər. Bu tədbirlər əsas tədbirlərdir ki, biz burada iştirak eləyək və göstərək ki, Azərbaycan həmişə hazırdır hər şeyə. Elə hesab eləməsinlər ki, biz hər şeyi boş buraxmışıq. Biz hər şeyə həmişə hazırıq. Bizim Ulu Öndər qeyd elədiyi kimi, biz ancaq hərə öz postunda möhkəm dayansın. Allah ona qəni-qəni rəhmət eləsin ki, belə bir gözəl yol qoyub, hamımız o yolla gedirik. Bilirsiniz, burada ən əsas bizim çətin belə ki, mənim fikrimdə yox idi ki, gələm burada milyoner olam, onu eləyəm, bunu eləyəm. Amma normal yaşayış varsa, bu yaxşı bir şeydir. Çətinlik deyəndə ki, çətinlik hər yerdə var. Biz çalışırıq ki, normal yaşayaq, uşaqlarımız
təhsil alsınlar. Mənim 3 övladım var. Azər böyük oğlum burada medical college qurtardı, hospitalda işləyir. Ortancıl oğlum Lincoln İnstitut vardı, oranı bitiribdi. İndi dövlət işində işləyir. Balaca oğlum da St. John's Universitesi var, burada medical şöbəsini qurtardı, indi hospitallarda işləyir. Özünün də 5 övladı var. Öbürü böyük oğlumun da 2 övladı var. Ortancılın da 2 övladı var. Demək istəyirəm ki, 2 qız nəvəm böyüklər universitetin 2-ci kursunda tələbədirlər. Yəni, bura əsas uşaqlar üçündür ki, onlar burada nətər təhsil alalar, gələcəklərin quralar və biz çalışırıq ki, Azərbaycanımıza da sadiq olalar həmişə, gedələr, gələlər, əlaqə yaradalar. Biz də vətən üçün darıxırıq, övladlar burada, həyat yoldaşı burada. Yaşayırıq, ondan sonra cəmiyyətlərimizlə sıx əlaqə saxlayırıq. Ondan sonra hara lazımdır, gedirik bir tədbir olanda, gedirik, iştirak edirik, əlimizdə gələn nə lazımdır köməkliyi eləyirik, yəni musiqi barəsində. Qoşumuzda bir qız vardı, yanarları ilk baharı, anasından gizli mənə söz verib aldatdı məni balam. Yar yaman aldatdı məni bala, aldadı bağladı məni. Niyə balam, yar yaman aldatdı məni balam. Ağladı, baldatdı məni, niyə balam? 50 il bundan qabaq tanış olduq. Nətərdir, bir yerdəyik, yəni 50 ili də keçib. 2 ildən sonra da dokumentalini, yəni 27-də 50 illiyimizi inşallah niyyət yox qismət qeyd eləyərik. Balalarla, nəvələrlə inşallah, dostlarla, qohumlarla. Mən elə bir ay olar Bakıdan gəlmişəm. Yəni həmişə gedirəm, görüşürəm tələbə yoldaşlarımla, ondan sonra o köhnə iş yoldaşlarımla. New York, Amerika heç də hər vaxt hamını yumuşaq qəbul eləmir. Burada hər şey baş verə bilir. Məsələn, bir gündə, 5 dəqiqədə hər şey, sən hər şeydə əldə eləyə bilərsən, hər şeydə itirə bilərsən. Yəni, deməm odur ki, daş düşdüyü yerdə ağır gəlir. Bizim vətənimiz, torpağımız imkan yaradır ki, orada da yaşayaq, orada da yaradaq. Azərbaycan ümumiyyətlə, Bakı çox dəyişilib. Burada mən görürəm, başqa millətlərdən olanlar hamısı arzu eləyirlər, getsinlər, Bakını görsünlər. Oranı birinci mətbəxi, ikinci gözəlliyi, orada insanlarla tanış olsunlar və bunların hamısı da demək olar ki, bizim dövlətimizin, dövlətçiliyimizin yeritdiyi siyasət nəticəsindədir. Orada gözəl bir ab-hava yaranıb ki, hamı getmək istəyir, görmək istəyir. İnşallah mən arzu edirəm dövlətimiz də, dövlətçiliyimiz də həmişə çiçəklənsin, həmişə böyüsün, həmişə başqa ölkələrlə də gözəl dostluq əlaqələri quraq. Mən izləyənlərin hamısına can sağlığı birinci arzu edirəm. İkinci də arzu edirəm ki, onlar övladlarını həmişə düzgün yola yönləndirsinlər və hamısına gözəl günlər arzu edirəm. Arzu edirəm ki, bütün Azərbaycan dövləti, dövlətçiliyi həmişə inkişaf eləsin, çiçəklənsin və gələcəkdə daha
gözəl günler görək. Allah hamınıza can sağlığı versin. Bu yeni ildə də, üzümüzə gələn yeni ildə də sizə bütün arzularınıza çatasınız. Sağlam olasınız, sağlam böyüyəsiniz, sağlam yaşayasınız. İnşallah sağ olun, salamat qalın.